Ünvanlı sosial yardım dövlət tərəfindən az təminatlı ailələrə verilən pul yardımıdır və az təminatlı ailələr kimlər sayılır? Az təminatlı ailələr ailənin adam başına düşən orta aylıq gəliri müraciətdən əvvəlki 12 ay ərzində olan orta aylıq gəlirinin ehtiyac meyarından aşağı olan ailələrdir. 2026-cı il üçün ehtiyac meyarı 300 manat müəyyən olmuşdur və buradan yola çıxaraq deyə bilirik ki, əgər ailənin müraciətdən əvvəlki 12 ay ərzində adam başına düşən orta aylıq gəlir özündən asılı olmayan səbəblərdən 300 manatdan aşağıdırsa, bu zaman ünvanlı sosial yardım almaq üçün elektron qaydada müraciət edə bilər. Özündən asılı olmayan səbəblərdə mən burada vurğulamaq istəyərdim ki, vətəndaşlarımız məlumatlandırılsın. Özündən asılı olmayan səbəblərə isə aiddir. Ailənin əmək qabiliyyətli üzvünün ailənin birinci dərəcəli əlillə qulluq etməsi, 8 yaşadakı uşağa qulluq etməsi, 18 yaşadakı əlilliyi müəyyən edilmiş şəxsə qulluq etməsi və ya ailə üzvünün özünün əmək qabiliyyətini itirməsi, ailə üzvünün cəzaçəkmə müəssisəsində müddətli həqiqi hərbi xidmətdə və ya ölmüş itkin düşmüş, məhkəmə qərarı ölmüş itkin düşmüş elan olunması, əlavə olaraq ailə üzvünün 23 yaşadək əyani təhsil alması və bu səbəblərdən əgər ailə üzvləri məşğulluğu təmin olunmursa, bu zaman ünvanlı sosial yardım hüququnun müəyyən olması üçün müraciət etmək hüququna malikdirlər.